Təndir üçün yeni aksesuarlarımız mağazamıza gəldi. Bugünkü videomuz biraz ola bilsin ki uzun olsun. Təndir üçün aksesuar axtaranlar bu videonun sonucunu izləsin. Maraqlı aksesuarlar var təndir üçün. İlk aksesuarımız çörək çıxartmaq üçün belə bir lapatka var. Ucu hissəsi paslanmaz metaldır. Yəni təndirdə çörək bişirənlər üçün əla bir aksesuardır. Qulp hissəsi taxtadır. Belə çörəyi aralayıb digər qarmaq ilə çörəyi çıxarda bilərsiniz. Qarmaq da yenə paslanmaz metaldır. Hansı ki çörəklə təmasda olur. Həmən hissələr paslanmaz metaldır. Qulpları belə sərgəli taxtadan hazırlanıb. Bu metal hissələri də yenə yanmayan boya ilə boyanıb sərgəli aksesuarlardır. Daha sonra burada təndir üçün belə süpürgə xəçəndaz var. Bir də şey nəzərdə çatdırın müştərilərin. Bunlar dəst formada satılır, yəni ayrı-ayrılıqda satılmır, ikisi bir yerdə satılır. Daha sonra belə süpürgə xəçəndaz var mağazamızda. Yəni təndir soyduqdan sonra içərisinin külünü təmizləmək üçün belə sərgəli, yüngül, rahat bir aksesuardır. Burada süpürgəsidir, burada xəçəndazıdır. Bunlar da yenə dəst formada satılır. Burada isə belə təndirin içərisində külfə qapaq olur. Bildiyiniz kimi aşağı hissəsində hansı ki hava çəkməsi üçündür. Çıxılı balaca qapaq olur. Bu həmən qapağı əvəzləyən belə bir aksesuardır ki, həm yəni təndir yanan vaxt bir balaca açıq qoyursunuz, hava çəkir, həm də ki içərisinə külü süpürüb belə çıxardıb ata bilərsiniz. Bu aksesuarlar sarayda yerləşən Od Davamlı Materiallar mağazasında satışdadır. Kimə bu aksesuarlardan lazımdırsa, aşağıda əlaqə nömrəmiz qeyd olunub. Zəng edə və ya WhatsApp-a yazıb sifarişlərini verə bilər.